Hamınızı yenidən salam uşaqlar. Bugün sizlərlə birlikdə isə Part 2 Obby, Rainbow Obby demişdim ki, Part 2-də Rainbow Obby-ni çəkəcəm, oynayaraq çəkəcəm. İndi həmin o oyunu oynayıram. Birincisiyə baxmayıbsınızsa, girib baxın. İlk öncə uşaqlar mən interneti bağlayacağam. Bir dakika. İnterneti bağlayayım ki reklam falan gelmesin. Ona göre. Ben bağlayıp geldim. Benim telefonum diğer videoda dediğim gibi donduğundan. O yüzden ben arabir bu M yazılı ve onun altında saniye görünürdü. Arabir bunu söndüreceğim ki donanda yeniden açım, devam edeyim oyuna. İndi belə parkurdayam, rəngli parkurdayam. Görəsən bunu neçə dəqiqəyə bitirəcəm və neçə dəfə yanmadan oynaya biləcəm. Hələ ki 3-cü parkurdayam və yanmamışam. Yanmadan oynamağa çalışacağım. Bu Rainbow parkurdur. Adını da sizlərə deyəcəm, hansı parkur oyunudur. O bir parkur yazsanız elə gəlir. Yəqin ki tanımayan, bilirəm ki tanımayan yoxdur da bu parkur oyununu. Məncə. Çünkü çok məşhur oyundur bu. Oyunlarınızı da yorumlarda yazmağı unutmayın. Hansı istiyorsunuz, hansı oyunları oynamağımı istiyorsunuz. Yorumlar açıq olmasa da digər videolarımda altına yazarsınız. Ay bunda dondu deyə, bunu saymıram çünkü dondu deyə telefon. Belə oldu. Baxın donur. Özündən birdən-birə bir dəqiqə dondu. Harda qalmışdım mən? Deyirəm ki, uşaqlar, özündən bu böyrə falan gedir də. Belə ola bilər, özü aparır. İndi burada boşluq yox imiş ki. Həmən bu mərtəbən kimi olanda hoppanaraq keçək. Çünkü mən dedim ki, görək neçə dəqiqədə bitirəcəyik də. Həm dəqiqəyə baxacağıq, həm də ölməyə baxacağıq. Bu öldüklərimi saymıram çünkü telefon dondu deyə öldüm. Yoxsa ölməyəcəkdim də. İndi bunları keçirəm. Keçməyə çalışıram. İnşallah bir 2 hakkım olsun da. Ya da 3 hakkım, atalar 3'dən deyib. 3 dəfədən deyib atalar. 3 hakkım olsun. 3'ü keçsəm mən parkurunu buyam. Düz tapmışım. Burada. Bura değilmiş. Bu oyunun admini də yaxşı şey billah. Ağlı var imiş bu oyunun adminin. Bura qaçış imiş. Dayananda qaçırıq. Elə qaçmırıq. Demək bura qaçış imiş. Ay. Hayda bunda da telefon dondu axı. Elə bir də yenə yanacam. Evet. Sonra. %22'deyim indidən. Oynayıram. Özüm belə danışmıram çünkü danışmağa bilmirəm, nə söz tapım danışım. Ona göre biraz sakit ola bilər bu video. Sadəcə mənim oynamağımı izləyin. Başqa heç nə yox. Odaklanın oynamağıma. Diqqət edin. Görün neçə dəfə yanacam. İndidən bir dəfə yanmışım. 27'ye kadar bir dəfə yanmaq yaxşı bir şeydir də. Bir şey değil. 27'ye kadar yanmaq.
Aha, 30'luyam. 20 dənə parkurum qalıb. Bu arada Nahidin kanalına da abunə olun. Xahiş edirəm. Atmışam. Mənim shorts videolarımda 3 dənə kanal atmışam deyəsən. Hə, o üçünə də abunə olsanız məni çox xoşbəxt edərsiniz. Və mənim də kanalıma abunə olun. Abunə olanlara deyirəm. Kanalıma abunə olanlara deyirəm. Danışdım deyə yenə şey çəkdim. Yandım. Abunə olanlara deyirəm. Abunə olmayanlara da bu videoyu izləyənlərə də deyirəm ki, mənim kanalıma da abunə olun. Mənim sadəcə kanalıma abunə olun. O birilərin kanalına, paylaşdığım kanallara abunə olmursunuzsa nə edək? Amma mənim hökmən kanalıma abunə olarsınız. Çox xoşbəxt olaram. Aha, 3 dəfə yandım da yanma haqqım bitdi. Artıq yanma haqqım bitdi mənim. Hoppanım buradan. Hoppanıram. Aha, buradan belə. Ay. Uşaqlar, neçə dəfə yemişəm. Bu mənim donmağımdan yandı. Ona görə bunu saymıram. Dondu deyə telefonum yandı. Artıq da yana bilmərəm. Yansam mən parkur nubiyəm. Digər videoda, onsuz da birinci videoya da demişəm də, onsuz da parkur nubiyəm mən. Nahidin elədiyi bütün parkurlarda yanıram. Bütün yox, amma elə parkurlarda, elə zaman var yanıram Nahidin elədiyi parkurlarda. O yüzden bəlkəm də parkur nubiyəm. Aha, 43. eləyim, 44 eləyim. Yanma, Arzum, yanma. Aha, 44. Bu oyunu oynayaraq mən özüm haqqında məlumat vereyim. Adım Arzum, soyadım Bağırovdur. Yaşım 12 yaşım var. 6-cı sinifdə oxuyuram. Burada uşaqlar özümü yandıracağım ha mən. Çünki yerə düşdüm. Parkur nubiyəm mən, hə. Neçə yaşım var mənim? Hə, 12 yaşım var, 6-cı sinifdə oxuyuram. Sonra ən yaxın dostumun adı xalam qızının adı Zəhradır. Ən yaxın dostumun adı isə Lamiyədir. Sonra nə verə bilərəm? Özüm haqqında bu qədər bəlkə bilsəz bəsdir bu qədər. Mənim haqqımda. Sonra Azərbaycanda yaşayıram. Yaşadığım ölkə Azərbaycandır. Yaşadığım şəhər Biləsuvardır. Kəndimi day deməyəcəm. Biləsuvarda hansı kəndlər var? Onları da day özünüz taparsınız. 2 parkurum qalıb uşaqlar. Evet. Evet. Yes. Onsa 800 qəpiyim var idi mənim. 850 qəpiyim oldu. Evet uşaqlar, videomuz bu qədər idi. Abunə olmağı və like atmağı unutmayın. Üçüncüdə isə bu videonu eləyəcəm. Sağ olun.